Bismillahirrahmanirrahim. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Həmd olsun Allaha, bugün artıq əqaid dərsində elm süfrəsi ətrafına toplaşmışıq, bir araya cəm olmuşuq. Allahdan istəyirik ki, Allah Teala bizi öz dediklərimizə iman gətirən bəndələrindən qərar versin. Bu dərsi bizim üçün davamlı etsin. Həm deyən üçün, həm eşidən üçün şövqlü bir bəhslərdən, yorucu deyil, şövqlü dərslərdən biri qərar versin. Deyən həvəslə, şövqlə desin və dinləyən də yenə də diqqətlə, həvəslə, şövqlə dinləsin və dediklərimiz, eşitdiklərimiz həm deyənin və həm də dinləyənlərin ruhunda, canında, qəlbində təsirə malik olsun inşallah. Bugün əqaid dərsinin birinci bəhsidir, birinci dərsimizdir. Əqidə əsasları. Biz əgər dinimizi bir bütöv olaraq nəzər etmiş olsaq dinimizə, klassik bir bölgüyə əsasən deyirlər, əqaid, yəni əqidə sözünün cəmidir, əqaid, əqidələr. Əqidə əsasları dinin o kökünü təşkil edir. İstilahən deyirlər, üsul-i din, dinin əsasları, dinin kökləri. Dini bir ağaca bənzətsək, bu ağacın bir kökü var, budaqları var və yarpaqları və meyvəsi və bəhrəsi var. Kökü həmin üsul-i dindir, budaqları furu edindir və onun o bəhrəsi və meyvəsi də əxlaqdır. Bu bir klassik bölgüyə əsasandır, bir bənzətmədir əslində. Amma başqa bir yandan əxlaq, yəni özünü tərbiyə, onun özü də elə bir başqa baxış bucağından bəhrə deyil, əslində o da elə kökdür. Və əxlaqla əqaidin sıx bağlılığı var. Amma kök əqaid olduğuna görə, əqidə olduğuna görə insanın həyat yolu, insanın yaşam tərzi və insanın əməli proqramı da o əqidədən qaynaqlanır. Yəni dinimizi bir başqa bölgüyə görə iki yerə bölsək, bir, əqidə əsasları var, bir də həmin əqidə əsaslarından doğan insanın həyat yolu var. Əməli göstərişlər, proqramlar var. Halallar, haramlar, vaciblər, məkruhlar və s. Əqidə elminin mən ilk olaraq, müqəddimə olaraq əqidə elminin, əqidə əsasları elminin əhəmiyyəti barəsində və faydası barəsində danışmaq istəyirəm. Hələ əqaid elminin o mövzularına keçməzdən öncə. Baxın, bu elmin nə kimi əhəmiyyəti, önəmi var? Ümumilikdə hər bir elmin önəmi o elmin mövzusu ilə ölçülür. Hər bir elmin özünə görə bir mövzusu var. Deyək ki, nəhv elminin mövzusu kəlamdır. Sərf elminin mövzusu kəlmədir, sözdür. O sözlər barəsində danışır. Nəzərə alaraq ki, əqidə elminin və əqaid elminin mövzusu təvhid, nübüvvət, məad, imamət və bu kimi və bundan doğan, bu etiqadlardan doğan, bu prinsiplərdən doğan mövzulardır. Biz baxırıq ki, etiqad elmi özündə ehtiva etdiyi mövzulara görə ən şərəfli bir elmlər sırasındadır. Niyə? Çünki ən dəyərli və ən şərəfli mövzuları, yəni təvhid mövzusunu, Allah-şünaslıq, Peyğəmbər-şünaslıq, imam-şünaslıq, axirət-şünaslıq kimi dəyərli bir mövzuları özündə ehtiva edir. Baxın, hər bir insanın maddi və mənəvi hərəkətlərinin, addımlarının, seçimlərinin o alt qurumunda və o bünövrəsində və əsasında onun düşüncəsi dayanır, onun təfəkkürü dayanır,
onun etiqadı dayanır. İnsanın etiqad əsaslarıdır ki, ona xət verir, ona yol göstərir, hansı yolu getməli olduğunu onun üçün bəlli edir və insanlar öz etiqad əsasları, öz düşüncələri əsaslarında hərəkət edirlər. Qur'an-ı Kərimin Kafirun surəsində buyurur, Ləkum dinukum vəliyə din. Peyğəmbər həmin o kafirlərə xitabən, sizin öz dininiz var. Kafir ki dinsizdir, onun nə dini var? Din burada bütövlükdə yol mənasındadır. Yəni hər bir insanın həyat seçimi var. Hətta o insan ki dini qəbul etmir, onun da dini var. Dinsizlik onun dinidir. Dinsizlik onun yoludur. Odur ki insan həyat yolu seçimində belə deyək məcburdur. Hər hansı bir yolu seçməlidir. Seçməsə belə onun özü bir seçimdir. Onun özü bir seçimdir. Və o seçim insanın həyat yolunu, insanın nə etməli olduğunu, insanın davranışlarını, insanın başqa insanlarla və təbiətlə və ətraf mühitlə münasibətini həmin seçim, həmin etiqad, həmin düşüncə tənzimləyir. Yəni oradan qaynaqlanır. Və əgər bu etiqad sağlam bir etiqad olarsa, güclü bir etiqad olarsa, onun baxışları da, onun əməlləri də, onun rəftarları da təbii ki sağlam olacaq. Və əks təqdirdə, əgər bu etiqad, bu düşüncə zəif, əqidə boşluğu və zərərli düşüncələr olarsa, bu zərərli düşüncələr, bu zəiflik, bu əqidə boşluğu təbii ki onun əməllərində də öz əksini tapacaq. Digər bir tərəfdən əqaid elminin önəminə daha da önəm qatan məsələlərdən biri də təvhid məsələsidir, Allahşünaslıq məsələsi. Çünki ən şərəfli və bəlkə deyil, elə həqiqətən Allahşünaslıq mövzusundan daha şərəfli hər hansı bir mövzu ola bilər ki, elmi mövzular içərisində. Ən şərəfli bir mövzu, ən dəyərli bir mövzu Allahşünaslıq məsələsidir və bütün etiqadi məsələlərin kökündə də təvhid dayanır. Etiqadi məsələlər təkcə təvhiddən ibarət deyil. Dediyim kimi məad var, ədl var, nübüvvət var və məadın içərisində bir sıra xırda etiqadi mövzular var, rəcət var, məhdəviyyət var və s. Amma bütün bunların kökündə təvhid dayanır. İnşallah zaman bu ki deyirəm, bütün etiqadi mövzuların alt qurumunda, fundamentində, bünövrəsində təvhid dayanır. Bunun izaha ehtiyacı var. Düşünürəm ki, o dərslərimizin gedişatında bu məsələ öz yerini tapar. Mərhum Əllamə Təbatəbai, o böyük İslam təfsirçisi, İslam mütəfəkkiri buyurur, əgər bütün İslami etiqadı və hətta furu-i dini, əhkamı, bütövlükdə dini, bütövlükdə Qur'an-ı Kərim, Peyğəmbər hədisləri, imamların hədisləri, dinimizdə gələn bütün etiqadi və əməli məsələləri və hədisləri hamısını yığasan bir yerə və bunun şirəsini çıxardasan, bunu bir cümlədə ifadə eləyəsən, xülasəsi bu cümlədən ibarətdir. La ilahə illallah, yəni təvhid. La ilahə illallah. Maraqlıdır, təvhid özü də inkarçılıqla başlayır. Düzdür, biz Azərbaycanca tərcümə eləyəndə deyirik, Allahdan başqa Allah yoxdur. Bu bizim dilimizin dil quruluşuna uyğun olaraqdır. Amma ərəbcədə deyir la ilahə. Əvvəl deyir yoxdur. La yəni yoxdur. Deyil. La ilahə yoxdur. İlah yəni məbud, pərəstiş ediləcək. Kimdən başqa? İllallah. İmam-ı Sadiq dedi, o hansı cümlədir ki, onun əvvəli küfürdür, şirkdir, günahdır, axırı təvhiddir. Dedilər, Yəbnə Rasulallah, hansı cümlədir? Həzrət buyurdu, təvhid kəlməsi. La ilahə illallah. Əgər desən, la ilahə, Allah yoxdur, burada deyansan, bu küfürdür. Amma deyəndə ki, illallah, Allahdan başqa. Allahdan başqa Allah yoxdur. Allahdan başqanı deyəndə, bəli, onda artıq təvhiddir. Amma təvhidə çatmaq üçün gərək inkar eləyəsən. O ilahları, bəzən ilah puldur, bəzən ilah qadındır, bəzən ilah vəzifədir,
Bəzən ilah şöhrətpərəstlikdir, dünyapərəstlikdir, şəhvətpərəstlikdir. Bu cümlə bütün bu pərəstliklərin üzərindən o bütlan xətti çəkir. La ilahə, fəqət Allah. Bəlkə də elə həmin bu la ilahə illallah cümləsi ki, bütövlükdə dinimizin xülasəsidir, şirəsidir. Onun da xülasəsi elə həmin Allah kəlməsindən ibarətdir. Allah. Bəzən mən mötərizə arası bir sözlər deyirəm, amma eybi yoxdur. Amma ümumilikdə dərsdən o kənara çıxmamağa çalışıram. Burada yadıma düşdü, heyfdir ki, bunu deməyəm. Bizim ustadlardan biri buyururdu ki, insanın o pərakəndəliyin bir yerə yığan gözəl zikirlərdən biri həmin bu la ilahə illallah zikridir. Bəzən insan fikri dağınıqdır, pərakəndədir. Əgər insan istəsə o aramlığa və o cəmliyə çata, fikri dağınıqlıqdan o bir yerə toparlaya öz fikrini, nə gözəldir ki, elə sakitçilikdə desin la ilahə illallah. Və hətta təhcə desin Allah, Allah, Allah. Tevhid, yəni həmin vəhdət. Vəhdətdədir ki, insanın fikri, insanın düşüncəsi vahid bir nöqtəyə mərkəzləşir. Tevhid, yəni həmin vahid nöqtəyə doğru mərkəzləşmə, pərakəndəlikdən, dağınıqlıqlardan mərkəzləşmə. Tevhidin mənası budur. İmam-ı Sadiq əleyhissalam buyurur, həmin söhbətimizin davamı olaraq. Buyurur, لَوْ يَعْلَمُ النَّاسِ مَا فِي فَضْلِ مَعْرِفَةِ اللّٰهِ مَا مُدُّوا أَعْيُنَهُمْ إِلَى مَا مَتَعَ بِهِ الْأَعْدَاءِ. Buyurur, əgər insanlar bilseydi ki, Allahı tanımaqda, mərifətullahda nə qədər üstünlük var, fəzilət var, düşmənlərin əlində olan o var dövlətə göz dikməzdilər, dünya malına. Min zəhrətil həyati dünya və nəimiha. Dünya həyatının zəhrə, yəni çiçək, dünya həyatının o rəngarəng çiçəklərinə və onun o neymətlərinə göz dikməzdilər. Əgər bilsəydilər ki, Allah tanımada nə qədər xeyir var, nə qədər üstünlük və fəzil var. Və kanət dünyahum əqəllə indəhum mimma yətəunəhu bi ərculihim. Və onların dünyası, yəni o düşmənlərin dünyası, bəzən də elə dünya malı da elə Allahın düşmənlərinin əlindədir da. Bu dəyərli bir şey olsaydı, Allah onu kafirlərə və düşmənlərə verməzdi. Əgər dəyərli olsaydı. Allah dəyərli neymətləri dəyərlilərə verir. Onların dünyaları bu şəxsin yanında, Allahı tanıyan şəxsin yanında torpaqdan da aşağı olardı. Əqəllə indəhum mimma yətəunəhu bi ərculihim. Aşağı olardı, ayaqları ilə üzərində gəzdiklərindən, yəni torpaqda, insan torpağın üzərində ayağı ilə gəzir. Torpaqdan da dəyərsiz olardı. Baxın, əziz dostlar, qısa olaraq mən bu müqəddimədən sonra, yəni etiqadi bəhslərin əhəmiyyəti barəsindəki qısa danışdıq. Dinin, bütövlükdə dinin insan həyatındakı təsirlərinə mən toxunmaq istəyirəm. Biz istəyirik dinimizi araşdıraq. Dinimizin əqidə prinsiplərini bilək. Bu əqidə prinsiplərini bilmək, bütövlükdə dinə etiqad bəsləmək, etiqad. Biz deyirik, dinə etiqadımız gərək olsun, inanaq, iman gərək gətirək. Bu etiqadın, bu əqidənin insanın həyatında nə kimi faydaları var, nə kimi təsirləri var? Mən bir neçə faydanı yazmışam, onları qısa olaraq oxumaq istəyirəm. 1. Din insanın həyatına məna verir. İnsan məzmunlu bir həyat sürür. Dostoyevskinin bir sözü var. Deyir, əgər Allah yoxdursa, hər şey caizdir. Qəşəng bir sözdür, dəqiq bir sözdür. Yəni bir adam ki, Allahı qəbul eləmir. Onun qorxan yeri yoxdur. Onun çəkinən yeri yoxdur. Onun təhlikdə utanan yeri yoxdur. Axirəti qəbul eləmir. Onun sorğu-sualdan və Allah məhkəməsindən çəkinəcək bir yeri yoxdur.
o adam niyə günah etməsin ki? Niyə dünyanın ləzzətindən daha çox istifadə etmək üçün oğurluq eləməsin, rüşvət almasın və. Nəyə görə öz zəhmətlə qazandığı pulu başqasına ehsan etməlidir ki? Bu qərb dünyasında bu sualdır ha. Ərbəyində bu qədər insanlar yalvarırlar ki, bizim ehsanımızdan istifadə edin. Bu dünyanı ləzzət prinsipi üzərində qurmuş insanlar üçün sualdır. Sualdır. Yəni havayı verməyin nə mənası var onun üçün? Baxın, biz dedik ki, dindarların həyatında bir əsaslı köklər və prinsiplər var. Həyatlarını o prinsiplər üzərində qurublar. Təvhid prinsipi, ədl prinsipi, nübüvvət prinsipi, imamət prinsipi, məad prinsipi. Bunlar əsaslı köklərdir. Amma bunların heç birini qəbul etməyən insanın həyat prinsipi nədən ibarətdir? Hansı ki, o da həyat düzənini o prinsip üzərində qurub. Onun üsuli dini nədir? Onun üsuli dini bir prinsipdən ibarətdir. O da ləzzət prinsipidir. Yəni maksimum dərəcədə oğurluq, doğurluq, insafsızlıq, insaniyyətdən kənar olur olsun, başqasının haqqını tapdalamaq olur olsun. Hər nə olur olsun, dünyadan daha çox ləzzət almaq və fayda almaq, hər nəyin bahasına olursa olsun, ümumiyyətlə artıq orada oğurluqla qeyri-oğurluq məna tapmır. Zülmlə ədalət məna tapmır. Paçlıqla napaçlıq məna tapmır. Necə ki, bu sözü bugün deyirlər. Qeyrət anlayışı nə olan şeydir? Paçlıq anlayışı nə olan şeydir? Bunlar öz mənasını itirir, məzmununu itirir. Və axirət inancı olmadığına görə, hətta dünya belə öz məzmunun və mənasını itirir. Din insanın həyatına məzmun verir, mənalıdır. Niyə ehsan edirsən? Bu ehsanın arxasında bir məna dayanır. Allah görür, Allaha xatir. Axirətdə neçə qatı mənə gələcək? Axirət ki, öz yerində, dünyada neçə qatı mənə gələcək və mən bunu təcrübədən və sınaqdan keçirmişəm. Elə bu ehsanların, bu Allah bəndələrinə xidmətlərin, bu öz imamını və öz Rəbbini razı etməyin mənim həyatım üçün faydaları var. Hətta o maddi bərəkətlərdən əlavə mənim o mənəvi həyatım üçün faydası var. Bu mənada ki, mən özüm ondan ləzzət alıram. Mən biləndə ki, öz Rəbbimi sevindirmişəm, o mənim özüm üçün bir sevincdir, məna verir. 2. Din insanı heyranlıqdan xilas edir. Heyranlıq. Dinsiz insan heyrandadır. Nə kimi heyranda? Heyranlıq yəni sərgərdan olmaq, yəni avara olmaq, avara sərgərdan, təhəyyür. Hansı heyranlıqdan? Hardan gəlmişəm, hardayam və hara gedirəm heyranlığından. Bu heyranlıqdan din xilas edir. Hardan gəldiyi insana artıq bəlli olur. Hardadır və mövqeyi nədir insan üçün bəlli olur. Və onun gələcəyi də, işıqlı sabahı da insan üçün bəlli olur. Hara gedəcəyi də bəlli olur. Heyranlıqdan xilas edir. Əmirül-Müminin buyurur, Rəhimallahu imrəən əlimə min eyn və fi eyn və ilə eyn. Allah rəhmət eləsin o şəxsə ki, bilə hardan gəlib və hardadır və hara gedir. Mən hörmətli dostlarımızın birinin bir yazısı var idi. O yazıdan bir ilham alıb bir obrazlı şəkildə bir əhvalat danışmaq istəyirəm. Olmuş əhvalat yox ha. Yəni xəyali bir əhvalat. Təsəvvür edin ki, bundan öncə də dostlara danışmışıq. Təsəvvür edin ki, biz bir qatardayıq. Buna diqqət edin. Bir qatardayıq. Qatardadır insanlar, gedirlər və hamı da yatıb. Qatarın sərnişinləri qatarda yatıblar. Qatar da hərəkətdədir. Bunlar indi bir yuxudan oyanırlar. Yuxudan oyanırlar və orada deyək ki, bir-birləri ilə tanış olurlar və başlayırlar indi hər biri bir kupeydə söhbət eləyirlər. Söhbətləri yeknəsəkdir, adi söhbətlərdir, oradan buradan. Və qatarda da müəyyən məsul şəxslər var. Onlar da
Məsələn, ərzaq bölüşdürürlər, deyək ki, yemək verirlər. İndi hələ fərz eləyək, doğrudan o qida bölüşməsində də doğrudan orada da ədalət və bərabərlik və insaf riayət olunur, yoxsa yox, o qalsın. Hələ onunla işimiz yoxdur. Əslində orada da insaf riayət edilmir. Orada da necə deyərlər, yeyinti var. Orada da özlərini daha çox götürmə var. Orada da haqsızlıq və ədalətsizlik var. Başqalarının malın mənimsəmə var. Amma fərz eləyək ki, onlar səliqə ilə, hamı cərgə ilə, hamıya eyni qaydada, məsələn, fərz eləyək. Danışıqları da oradan buradandır. Biri deyir ki, indi birdən qayıdır, söhbət eləyirlər da. Deyirlər ki, hava istidir bu qatarda, biraz istidir. Kondisioner də olsaydı nə yaxşı olardı. O bir də qadir deyir ki, hə, bir dənə də Wi-Fi olsaydı, lap gözəl olardı. Belə-belə söhbətlər eləyirlər, diqqət edirsiniz, qatar da hərəkətdədir. Birdən bir nəfər qalxır ayağa, bunların içində. Deyir, ay cəmaat, nə Wi-Fi, nə kondisioner. Qardaş, bizə deyin görün, bizi hara aparırlar? Biz gözümüzü açıb özümüzü bu qatarın içində gördük. Heç soruşmusunuz ki, biz hardan gəlmişik? Bizi kim bu qatara mindirdi və nə məqsədlə? Və bu qatar nə qatarıdır? Və bizi hara aparırlar? Bizi hara aparırlar? Və əgər bizi, məsələn, neçə saatdan sonra mənzil başında qorxulu və təhlükəli bir şərait gözləyirsə, məsələn, neçə saatdan sonra bizi düşürdəcəklər, o düşürdəndən sonra bizi yırtıcı heyvanlara yem eləyəcəklər. Bəlkə bizi Ağcaqum çölündə düşürtməyə aparırlar. Bəlkə bizi Erməniyə təhvil verməyə aparırlar, IŞİD-ə təhvil verməyə aparırlar, yırtıcı heyvana təhvil verməyə aparırlar. O adam deyir ki, mən demirəm ki, qatarın içərisində rifah halı olmasın. Mən Wi-Fi ilə ziddiyyətəm, müxalifəm, nə bilim, kondisionerlə müxalifəm, qəbul eləmirəm. Yox, olsun. Amma ilk olaraq biz hara getdiyimizi təyin etməliyik. O gedəcəyimiz yerə uyğun tədarükümüzü görməliyik, hərəkətimizi etməliyik. Əgər təhlükə gözləyirsə, o təhlükədən necə xilas olmaq üçün proqramımızı hazırlamalıyıq. Ondan sonra bir nəfər də deyir, doğrudan düz deyir. Pıç-pıç düşür qatarın o sərnişinləri arasında. O biri də deyir düz deyir, bu biri də deyir düz deyir. Baxın, əziz bacılar və qardaşlar. Bu dünya həyatı, indi mən bunu obrazlı şəkildə bir bənzətmə idi. Yaşadığımız dünya həyatı elə həmin o qatarın əhvalatıdır. Bizim elə dastanımız o qatar dastanıdır. Biz gözümüzü açıb özümüzü bu qatarda gördük. Biz elə əvvəllərimiz uşaq idi. Lap əvvəli ana sinəsi idi bizim üçün maraqlı olan. Ondan sonra oyuncaq idi. İndi qızlar üçün gəlinci idi, oğlanlar üçün velosiped idi. Biraz böyüdük, maşındır, evdir, vəzifədir, ailə qurmaqdır, nə bilim, orta məktəbdir, ali məktəbdir. Belə da, belə. Gözümüzü açıb özümüzü bu qatarda gördük və qatarda biz bu qatarın axarına uyğun olaraq, axarına düşüb hərəkət etməyə başladıq. Və biz heç vaxt soruşmadıq ki, axı bu qatara biz hardan gəlib düşmüşük? Və kim bizi düşürdü? Və kim bizi hara aparır? Və bizim sonumuz nədən ibarətdir? Düşdük bu qatara, gözümüzü açıq, elə bu dünya həyatını gördük. Hamı kimi biz də bu günləri görürsünüz də dünya həyatını. Öküz döyüşdürənlər kim, ömrün günün internetdə tələf eləyənlər kim, ömrün günün, nə bilim, dünya çempionatına baxmaqla tələf eləyənlər kim və ömür boyu ancaq ev tikməklə məşğul olanlar kim və. Elə yeknəsək bir həyat, sonda da ki, tamam və salam. Ortada oyadıcı insanlar, ortada islahatçı insanlar, yəni Allah ənbiyası, yəni Əmirül Müminin kimi şəxsiyyətlər qalxdılar, dedilər, ay cəmaat, Rəhimallah, əlimə min eyn və fi eyn və ilə eyn. Hara gedirsiniz? Quran buyurur, əynə təzhəbun, hara gedirsiniz? Heç bir soruşmusunuz ki, siz hardan gəlmişsiniz və hara gedirsiniz və hardasınız və nə etməlisiniz? Əgər bu dünya həyatı
yaşadığınız dünya həyatı sizi ölümdən, fəlakətlə, həlakətlə, cəhənnəmlə, əbədi cəhənnəmlə nəticələnsə, onda bu yaşadığınız bu qısa müddət ərzində nə mənası var ki, siz 3 ulduz oteldə qalasan, ya 2 ulduz oteldə qalasan? Nə mənası var ki, sən burada kondisionerli yerdə qalasan, qalmayasan? Bir halda ki, onların hamısı sonda ölüm adlı bir o qorxunc bir həqiqətin caynağında onun əlindən xilas ola bilməyəcəklər. Mənası yoxdur. Baxın, əziz dostlar, axirəti qəbul eləməyən məktəblər insanlara həyat platforması verməyə onların mənəvi haqları yoxdur. Bu günlərin qərb dünyası insan haqlarından danışır. Nə bilim, mətbuat azadlığından danışır. Əslində onlar o ədaləti, dedikləri ədalət, demokratiya ki, yalandır. Fərz eləyək, yalan deyil, elə düzdür. Düz də deyirlər, düz də əməl eləyirlər. Hətta düz olsa belə yenə qatardaxili qanunlardır. Diqqət eləyin, insan qatardaxili varlıq deyil. İnsan qatara başqa yerdən gətirilib və qatardan sonra da yenə onun həyatı davam eləyəcək. Dünyada bu günlərin dini qəbul etməyən məktəblərin, dinsiz, dünyəvi düşüncələrin, məktəblərin, nəzəriyyələrin qanunları ən nikbin baxışda qatar daxilidir. Yəni, dünyaya hesablanıb. Dünya daxilidir. İndi dünyadan sonra nə olacaq? O onu təmin eləmir. Əlbəttə, mötərizə arası bunu deyim ki, heç dünyaya da hesablanmayıb. Yəni, bu mənada ki, heç dünyada da o dedikləri demokratiya yoxdur, dedikləri ədalət yoxdur. Dünya sərvətlərini çapıb talayırlar. Müsəlmanların var dövlətin və sərvətlərin və neftin və çapıb talayırlar. Heç o sərvətlər belə ədalətli şəkildə bölüşdürülmür. Ədalətli şəkildə bölüşdürülsə belə yenə insanı xoşbəxtliyə və səadətə çatdırmır. Bu sanki öz 5 metr qabağı görməyən bu kör adamın həyatına bənzəyir. Əmirül müminin buyurur, Əd-dünya muntaha bəsərul ə'ma. Dünya kör adamın görə biləcəyi maksimum nöqtədir. Yəni, o dünyadan o tərəfəni görmür. Necə balaca uşaq, körpə uşaq o gələcəyi görmür, ancaq onun gördükləri elə öz o oyuncaqlarıdır. Dünya həyatı, qatardaxili proqram öz gələcək həyatını 5 metr o tərəfəni görə bilməyən bir insanın həyatına bənzəyir ki, qatardaxili hesablanır. Və mən əgər qarşıdakı təhlükəni, qarşıdakı çökəyi, qarşıdakı quyunu görməsəm, elə gedəndə cübbadan fi qəyabətil cübb, cübbadan düşərəm həmin quyuya da. Amma qabaqcadan məndə hazırlıq olsa ki, orada quyu var. Onda mən o ön hazırlıqdan quyudan atlanmış olaram növbəti mərhələyə. Bu da bir faydasıdır dinin, yəni insanı heyranlıqdan xilas edir. Dinin növbəti faydası bundan ibarətdir ki, insan zatən kamal sevərdir. Bu insanda var. İnsan yüksəlişi istəyir, kamalı istəyir, irəliləməyi istəyir. Və din elə insanı kamala çatdırmaq üçündür. İnsanı da dindən yaxşı kamala kim çatdıra bilər? Bu cəhətdən də dinin faydası göz qabağındadır. Həzrəti Baqir əleyhissalam buyurur, Əl-kəmal kullul kəmal, ət-təfəqquhu fid-din və səbru alən-naibə və təqdir əl-məişə. Ay dilüvə qurban. 3 kəlmədə Həzrəti Baqir əleyhissalam ki, elmləri yarandı. Necə gözəl buyurur. Buyurur, kəmal və kəmalın zirvə nöqtəsi dini mərifətdir. Ət-təfəqquhu fid-din, yəni dini dərk eləmək. Bunlar çox açar sözlərdir, ha. Demir, dindar olmaq, saqqal saxlamaq, üzük taxmaq. Bunları demir. Dini dərk eləmək. Allahdan adam istəsin ki, Allah mənə öz dinini tanıtdır. Dini mən dərk eləyəm ki, din nədir? Bəzən biz dini düz dərk etməmişik ki, din nədən ibarətdir? Buyurur, dini dərk etmək o kamaldır. Kamalatdır. Və səbru ələn-naibə və müsibətə də insan dünyanın çətinliyinə, ağrı acısına da səbr eləyə. Səbr eləsə, yəni səbr, yəni bunu qəbul eləmək. Psixoloji olaraq bunu qəbul eləmək. Bunu qəbul etmək, baxın, dünyada çətinlik onsuz da qutaran deyil. Və dünyada da çətinlikdən, problemdən də heç kəs sığortalanmayıb. Əgər insan problemi özünə problem eləsə, bunun 2 problemi olacaq. Bir o problemin özü,
Bir də onun o öz dərdi. Diqqət elədin. Bəzən insanın bir dərdi var. Məsələn, mənim borcum var, xəstəliyim var, bir ailədə problemim var. Müxtəlif növ hər bir insanın çətinliyi var da. Biri o çətinliyin özüdür. Biri də onu mən özümə dərd etməyim ki, mən onu dərd eləmişəm özümə. Sabah o çətinlik də aradan qalxacaq. Allahın köməyi ilə borcu da verəcəksən. Amma o dərd aradan getməyəcək. Sinir sistemin korlanacaq, əsəblərin korlanacaq. Onu dərd eləmə. Çalış, amma dərd eləmə, səbr elə. Səbr bu deyil, əli qoyasan əlin üstünə. Yox, çalışasan. Amma müsibətə adam özünə xəstəlikdir, çətinlikdir. Bunlar var da, dünyanın o çıxılmaz və qaçılmaz hadisələridir. Bir nəfər Həzrət Əli əleyhissalamın yanında bir dostuna dua elədi. Şərabxorlar bu duadan çox eləyirlər. Dedi ki, səni görüm həyatda heç vaxt çətinliklə üzləşməyəsən, həyat həmişə sənin ürəyincə olsun. Neyniyim, necə eləyim deməyəsən. Həzrət buyurdu ki, sən ona ölüm arzuladın. Dedi, ya əmirəl-mömin, o mənim dostumdur, qardaşımdır, mən onu çox istəyirəm, ölüm niyə arzulayıram? Dedi, bu iki sən deyirsən, səni görüm həyatda hər şey ürəyincə olsun, o öləndən sonradır. O dünya həyatında yoxdur. Bunun mənası budur ki, sən ona ölüm arzuladın. Yəni, ölüb gedəsən, dünyadan canın qutarsan. Dünya ki var, çətinlik var. Amma adam qəbul eləsə bu çətinliyi ki, bu var. Bu var. Baxın, bir nəfər fərz eləyək, zindana düşüb. Allah haqsız yerə zindanda olanların bağlı qapısını açsın inşallah. İmam-ı Kazım hörmətinə. İndi o zindana düşüb, ona 3 il, 5 il veriblər. Bir nəfər deyir ki, bəli, 5 il veriblər, bu mənim Rəbbimin təqdiratıdır, mən bunu qəbul eləyirəm və razıyam və zindanda da heç kəsdən ötürü də darıxmıram. Bu adam o 5 ili orada rahat qalar. Çünki o qəbul eləyib ki, da bu var, bu bir həqiqətdir. Amma o ki, belə deyək, çox darıxır, vəkillə danışır, onunla danışır, əf nə vaxt olacaq, vəkil nə vaxt gələcək, heç darıxma ki, içində var, o 5 il ki, yox, heç o 1 ili belə dözənməz. 5 il də qalsa, onun üçün 5 il 15 ildir. 5 il də qalsa, onun üçün 15 ildir, 25 ildir. Çünki hey oradan çıxmağa çalışır. Yəni, o hadisəni, o bəlanı özün üçün qəbul etdirə bilmir. Və onun üçün 2 qat əzabdır. 2 qat əzabdır. 4. Dinin 4-cü insan həyatındakı xeyri faydası nədir? Ruhi aramlıq. Ruhi aramlıq da din sayəsindədir. Dinsiz adamın iztirabı çox olar, stresi çox olar, narahatçılığı çox olar. Siz baxın, bu günlərim dünyada ən çox iztirab, streslər, intiharlar dinsiz dünyadadır. Sinir xəstəlikləri, əsəb xəstəlikləri. Və mən bunu sizə deyim, dünyada olan bir çox xəstəliklər ki var, biri mədə yarası var, mədəsi ağrıyır, böyrəyində problem var, öd kisəsində problem var və siz müxtəlif xəstəliklər deyin. Onların böyük əksəriyyətinin kökündə əsəb dayanır. Əsəb ya daxili əsəbdir, demirəm əsəb, yəni həmişə vurub sındırsın, bəzən xaricdə özün göstərir, bəzən də daxildə keçirir insan əsəbi. Əsəbi adam kimi görünmür, amma daxili əsəb keçirir. Əsəb dayanır. Əsəb sistemi, sinir sistemi vurur insanın hər hansı bir yerindən çıxır. Birin beli ağrıyır, birin ayağı ağrıyır. Sinir sistemidir. Sinir sistemidir. Dünyanın bəlalarından biri. Quran buyurur, "Əllezîne âmenû və lem yelbisu îmânehum bizulmin ulaike lehumul emn." İman gətirənlər və öz imanlarını zülmə qatmayanlar əmin-amanlıqdadırlar. Mömin sözü elə əmin-amanlıq sözündəndir da. Mömin, yəni aram şəxs. Yəni əmin-aman, əmniyyətdə olan, təhlükəsizlikdə olan şəxs. La xawfun əleyhim və lahum yəhzanun. Qəm qüssəsi yoxdur, qorxusu, hürküsü yoxdur. Allah qorxusu var ha. Amma bu insanı stresə, aramsızlığa salan qorxular ki var, onlar da yoxdur. Məsələn, bir nümunəsi mən deyim, mərhum İmam Xümeyni, rəhmətullah aleyh. Deyir, mənə götürüb apardılar Qumdan Tehrana, evimdən. Məmurlar, ələ avtomatda əskərlər. Mən gördüm ki, bunlar maşını trasdan sürdülər o torpaq yola.
və mən bildim ki, məni öldürməyə aparırlar. İstəyirlər gözdən uzaq bir yerdə məni öldürsünlər. Yəqin elədim ki, məni öldürəcəklər. Sonra bunlar indi nə fikirləşdilər, nə fikirləşmədilər. Rolu döndərdilər, yenə çıxdılar trasa. İndi Tehrana doğru gedirik. O trasa, o yola çıxanda və mən yəqin elədim ki, yox, bunlar məni öldürmək istəmir. Məni öldürsəydi elə o gözdən uzaq bir yerdə, kənar bir yerdə öldürərdilər də orada. Deyir, mən yəqin elədim ki, məni öldürəcəklər və yəqin elədim ki, məni öldürməyəcəklər. Və mən öz ruhuma, öz nəfsimə müraciət elədim ki, görüm Allah, bu iki yəqinin arasında mənim halımda bir fərq, bir dəyişiklik oldu ya yox. Gördüm, zərrə qədər dəyişiklik olmadı. Heç halıma fərq eləmədi. Orada ki, mən yəqin eləmişdim məni öldürəcəklər. Öldürmədilər ha, amma mən iman gətirmişdim ki, bunlar məni öldürəcəklər. Mən 100% bu düşüncədə idim ki, məni öldürəcəklər. Heç narahat olmadım. Və orada ki, mən 100% bu əqidəyə, bu düşüncəyə sahib oldum ki, məni öldürməyəcəklər, yenə mən bir zərrə belə sevinmədim ki, bəh-bəh, əlhəmdülillah, məni öldürmədilər. Mənim halıma heç bir fərq eləmədi. Ulaikə ləhumul əmn. Bunlar əmniyyətdədirlər. Əmniyyət bu da ki, insanın halın heç kəs poza bilməsin. İmam Hüseyin dedi, mən razıyam, insanın halın heç kəs poza bilməsin. Əmniyyət budur. Dinin insan həyatında növbəti bir faydası bundan ibarətdir ki, din insanın həyatına ümid və təlaş verir. Təlaş yəni çalışmaq, əzmkarlıq, hərəkət. Ölülükdən çıxarır. Ümid barəsində o biri dərslərimizin birində biraz qısa danışdıq. Ümid mühərrikdir. Ümid olmasa adam hərəkət eləməz ki. Ümid verir din. Yəni insan görəndə ki, dünyanın qapıları bunun üzünə bağlandı, özün itirmir, intihar eləmir. Ümid var. Dindar bir insanın həyatında, yəni dinin sayəsində ümid var. Baxın dostlar, bəzən insan həyatında uğursuzluğa düşür. Müxtəlif sahədə. Məsələn, elmi uğursuzluq, ali məktəbdən kəsildi, imtahandan kəsildi. Deyək ki, iqtisadi uğursuzluq, məsələn, bankrot oldu, nə bilim, malı batdı, pulu əldən çıxdı, bu da maddi uğursuzluq, dükanı yandı, evi yandı. Sevgidə olan uğursuzluq, məsələn, deyək ki, istədiyi qızı buna vermədilər. Olur da bu uğursuzluqlar həyatın müxtəlif sahələrində insan üçün olur. Sevgi məğlubiyyəti, iqtisadi məğlubiyyət, elmi məğlubiyyət. Görürsən ki, adam var, özünü itirir. Hətta intiharlara əl atır. Bəlkə də bunu görmüsünüz. İstədiyi qızı buna verməyiblər, gedib özünü öldürüb. Dükanı yanıb, gedib özünü öldürüb. Malı batıb, gedib özünü öldürüb. Özünü öldürüb, ya intihara cəhd edib, ya uzun müddət streslərə qapılıb, elə ölüyə tay olub. Yəni, bəzən bir dənə başqaları üçün çox sadə görünən bir məsələ buna diz çökdürüb. Amma adam da var Həzrəti Zeynəb Kubra kimi. Uğursuzluq nədir? Zahiri baxımdan ha. O qədər müsibətlər, o qədər fəlakətlər qarşısında tab gətirib, dayanıb. Nəyin sayəsində dayanıb? O müsibətlərin o 1000-də biri bizim başımıza gəlsəydi, indiyə bəlkə də 10 dəfə intihar eləmişdik. Amma bu dayanıb, bu hərəkət eləyib, ümidini itirməyib. Qapılar üzünə bağlanıb, amma ümidini itirməyib. Nəyin sayəsində? Dinin sayəsində. Peyğəmbər buyurur, Əl-mu'minu kəl-cəbəlir rasix, la tuharrikuhul avasif. Mömin möhkəm bir dənə dağ kimidir və onu o küləklər yerindən dəbərdə bilməz, tərpədə bilməz. Bir neçə hədis də deyim, Həzrəti Əli əleyhissalamla dinin faydası barəsində. Sonra bir nöqtəyə də toxunacam, onunla da sözüm tamam. Biraz özüm də yoruldum düzü. Əli əleyhissalam buyurur, Əd-dinu əqva imadı. Din ən möhkəm sütundur. Siyanətul mər'i əla qədri diyanətihi. İnsanın təhlükəsizliyi,
insanın qorunması, hifz olması onun dindarlığı qədərdir. Dindarlığı qədər qorunar. Əd-dinu əfdalu mətlub. Din ən gözəl istəniləndir. İstənilən, tələb edilən. İc'alid-dinə kəhfəkə. Buyurur, dini özünə qala qərarı ver. Dini özü üçün qoruyucu qala qərarı ver. Nöqtələr var bu hədislərdə, mən üzündən oxuyub tərcümə edirəm. Başqa bir hədisdə buyurur, Əd-dinu yasuddu anil məharim. Din günahlar qarşısında sədd çəkir. İnsan günahlardan saxlayır. Yəsiru'd-din xeyrun min kəfirid-dünya. Dinin azı dünyanın çoxundan daha xeyirlidir. Az din çox dünyadan daha yaxşıdır. Buyurur, mən ruziqəd-din, bu da qəşəng hədisdir. Könül oxşayan sözlərdir ha bunlar. Buyurur, mən ruziqəd-din fəqəd ruziqə xeyrud-dünya vəl-axirə. Hər kəsə din ruzi olsa, bəllidir ki, din ruzidir. Hamının ruzisi deyil. Hər kəsə din verilsə, din ruzi edilsə, sanki yox, həqiqətən dünya və axirətin ona xeyri verilib. Din hər kəsə ruzi edilsə, dünya və axirətin ruzisi ona verilib. Dünya və axirətin ruzisi dindədir. Buyurur, əd-dini nurun. Din nurdur. Nur zülmətlərdən xilas edir də insanlar. Mənəvi zülmətlər, ictimai zülmətlər. Ni'məl qarin əd-din. Nə gözəl yoldaşdır din. Nə gözəl. Bizim yoldaşımız telefondur. Buyurur, ni'məl qarin əd-din. Nə gözəl yoldaşdır din və Allah bizə dini həmişə elə, dini bizi də dinə yaxşı yoldaş qərar versin və yaxşı yoldaşlıq eləyə bilək. Mən bir suala cavab vermək istəyirəm, onunla da sözüm tamam. O da bundan ibarətdir. Baxın, din, bu da dinin faydalarından biridir. Həm də ictimai ədalətin təzminatçısıdır. Yəni, insanlar din sayəsində, Allahdan qorxu sayəsində, dinə, Allaha etiqad sayəsində yaxşı əməllərin sahibi olurlar. Günahlardan çəkinmə, başqalarının haqqını tapdalamama və. Və bu da bütövlükdə cəmiyyətin islah edilməsinə, cəmiyyətin nuraniləşməsinə, cəmiyyətdə ictimai ədalətin bərpa edilməsinə zəmin yaradır. Fərdlərin dindarlaşması. Amma sual oluna bilər ki, və əgər belədirsə, bu qədər dinin faydalarından oxudun və niyə müsəlman cəmiyyətlərinin bir çoxunda bu deyilən faydalar görünmür? Demirsiniz ki, din aramlıq gətirər, ictimai ədalət gətirər, din nur gətirər. Niyə biz bu müsəlman cəmiyyətlərində oğurluq görürük, fəsad görürük, qeyri-aramlıq görürük? Bu faydaları biz qabarıq şəkildə müşahidə eləmirik. Bu suala siz necə cavab verərsiniz? Əmir əleyhissalam belə buyurur, baxın. Əl-imanu iqrarun bil-lisan və mərifətun bil-qəlb və əməlun bil-cəvarih. Buyurur, iman 3 mərhələdən ibarətdir. 1. Dillə iqrar və etiraf eləmək. İnsan dillə desin. Allahın varlığın, məadı, peyğəmbəri dilə gətirsin. Və qəlbində də bir mərifət olsun, dərk olsun. Mərifətun bil-qəlb. Yəni, qəlbəndə iman gətirsin öz dillə dediyinə. Və əməlun bil-cəvarih. Və bədən üzvləri ilə də o dediklərinə əməl eləsin. Əli ilə, qolu ilə. Demək, bu 3 mərhələdir. Dillə etiraf eləmək, dilə gətirmək, utanmamaq, çəkinməmək və qəlbdə o əqidənin kök atması, dedikləri və qəlbən iman gətirmək, eyni zamanda da əməldə də ki, təzahürü. Bu hədisdən elə o dediyimiz sualın cavabı aydın olur. Dünyada çox təəssüflə, bəlkə də müsəlman cəmiyyətlərində, elə mən özüm qarışıq deyirəm, insanların əksəriyyəti həmin əl-imanu iqrarun bil-lisan mərhələsindədir. Dindar çoxdur,
Amma lisan, dil mərhələsində. Dildə deyirlər da, dildə deyirlər. Demirəm iman yoxdur, mərifət yoxdur, var, amma zəifdir. İmam Hüseyin əleyhissalam buyurur, Ən-nas əbidud dünya. İnsanlar dünyanın qullarıdır. Və din, əd-din, lə'inqum bi'əlsinətihim. İzə muhhisə bilbəla qəlləd dəyyanun. Din nədir? Din onların dilində bir lağlağadır. Dildədir da, din onların dillərindədir. Elə söz gəlişi deyirlər da. Din dillərindədir. Elə ki, imtihan edilirlər, dindarların sayı azalır. Qəlləd dəyyanun. İmam-ı Sadiq əleyhissalam buyurur, La mərifətə illa bil əməl. Əməlsiz mərifət yoxdur. Bu ki, deyirsən, mən dini dərk edirəm, qəbul edirəm. Bu əməlləndir. Əməl o dediklərimi təsdiq edir. Əməl dediklərimi təsdiq edir. Mən hey deyim ki, şəhadətə iman gətirmişəm. Şəhid qanı ilə təsdiq edir ki, mən iman gətirmişəm. Bir nəfər ustadlardan biri deyirdi ki, baxın, elə ki, ölünü, cənazəni dəfn elədilər, qəbirdə sorğu sual var da, bilirsiniz. Nəkir-u münkər, qəbirdə gəlib deyərlər ki, mən Rəbbuk, sənin Allahın kimdir? Ölən şəxsə. Peyğəmbərin kimdir? İmamın kimdir? Bir adam ki, İmam Hüseyin əleyhissalamın yolunda canım verib. Məsələn, bu günlər şəhid Qasım Süleymaninin şəhadət günləridir. İndi Nəkir-i Münkər gəlib ondan soruşur ki, sənin imamın kimdir? Deyir, Nəkir-i Münkər həya eləyər ondan soruşmağa. Həya eləyər. Mənim imamım kimdir, nədir? Utanmırsan bu sualı mənə verirsən. Mən öz imamımın yolunda parça-parça olmuşam. Sən məndən soruşursan ki, sənin imamın kimdir? Mən o imamımın yolunda parça-parça olmuşam. Mən həmin qanlı formada dəfn edilmişəm. İndi məndən gəlib soruşursan ki, imamın kimdir? Bu nə sualdır məndən soruşursan? Elə bir ali məktəbin professorundan birinci sinifin sualını soruşursan. Odur ki, buyurur, əməllə gələk o bildikləri, qəbul etdikləri təsdiqləyəsən. La mərifətə illa bil əməl, əməlsiz mərifət yoxdur. Fəmən ərəfət dəllethul mərifətu ələl əməl. Və hər kəs nəsə bilsə, onun o bilgisi onu əmələ yönəldər. Onun bilgisi gərək onu əmələ yönəldər. Əgər onun bilgisi, onun etiqadı onu əmələ yönətməsə, etiqad gətirməyib, bizim zarafatımız yoxdur. O inanmayıb. Bir nəfər deyirdi ki, mən filan arzum var. Bir şəxs deyir, mən gördüm bir şəxs, bir ruhani deyək məsələn, məclisdə deyirdi ki, mənim filan arzum var. Mən ona dedim ki, inşallah imam gələr, sən arzuya çatarsan. Qayıtdı dedi ki, yox, onda gec olar. Deyir, mən narahat oldum. Dedim, gec olar nədir? Və sən demirsən ki, innəhum yaravnəhu bəida və nərahu qəriba. Biz imamın gəlişini tez görürük. Sən öz dediyinə iman gətirmirsən, gətirməmisən. Sən ki, imamın gəlişini uzaqda görürsən, deyirsən, əşi, gec olar. Sən imamın tez gəlişinə iman gətirməmisən. Biz bilmir, ya imam tez gələcək, gec gələcək. Amma bizə deyiblər ki, onun tez gəlişinə iman gətirin. İman gətirin, onun tez gəlişini istəyin və onun gəlişini yaxında görün. İmamın gəlişi yaxında görün. Zarafatımız yoxdur ki, iman gətirməmişik bəzən. Və mən ləm ya'məl fəla mərifətə ləh. Və hər kəs əməl eləməsə mərifəti də yoxdur. İmanı da yoxdur, dini də yoxdur. Vəssalamu aleykum və rəhmətullah.